Herkese salam, kanalıma xoş gəlmisiniz. Tem bağlaması videosu çəkirəm yenə. Bağlamam gəlibdi. Burada bir dənə əlaqəsiz mal var, amma onu çox çəkib çəkməməyi düşündüm. Sonra çəkmək qərarını aldım. Çünki burada yəni çox bir şey də yox idi. Bu maşının təkərini doldurmaq üçün olan nasosdur. Bunu atam daha öncə başqa versiyasını özü üçün almışdı. Yaxşı, bəyəndiyi bir şeydir. Bu dəfə də başqa bir qohumumuz o almaq istədi. Onun üçün götürmüşdük, amma onlar bəyənmədilər. Bilmirəm, ya atam özü istifadə edəcək, ya da bəlkə də geri qaytarılacaq, hələ ki bilmirəm. Bu da ki, daha əvvəl də almışdım. Qarında piyləri və yaxud başqa yerdə piyləri əritmək üçündür. Məndə həm ürək sıxıntısı vermişdi, həm də ki, effektini görməmişdim, amma anam çox bəyənmişdi. Həm elə bil ki, biraz təsir elədi. Həqiqətən də qarında arıqlama hiss elədi. Ona görə də 100-ənli versiyasını yenidən sifariş vermək qərarına gəldi. Bu da iPhone üçün olan aparatdır. Daha doğrusu iPhone-a naişlik qoşa bilmək üçün olan aparatdır. Bunu özüm üçün götürdüm. Yəni istəmədim ki, iPhone üçün ayrı naişlik alım, çünki çox naişlik istifadə edən biri deyiləm. Belə də bir naişlik götürdüm. Həm yəni başqa telefonda istifadə edə bilmək üçün, həm də ki, aparat vasitəsilə iPhone-a istifadə edə bilmək üçün. Burada da daha göstərirəm bu şəkildə. Çünki özüm ümumiyyətlə naişlik çox istifadə edən insan deyiləm. Bir də belə bir corab dəsti götürdüm 4 dənəli. Qiyməti də çox sərfəli idi. Burada yazdığım qiymətdən daha ucuz almışdım. Səhv eləmirəmsə bunun 4 dənəsini 4 manata almışdım ki, rənglərini də çox bəyəndim. Çox gözəl rəngləri var. Həm də qalındılar, qış üçün tam uyğundular. Bunları çox bəyəndim həqiqətən rənglərini də, həm də çox yumşaqdılar. Belə hələlik bu qədər. Kanala dəstək olmağı, bəyənib rəy yazmağı və abunə olmağı unutmayın. Zəhmət olmasa.